Adi günlərdən biridir. Hara gedirik dostlar? İsmailliyə gedirəm. Məni tura dəvət ediblər. Nə turudur bu? İsmailin Topsu kəndi bizim evdən 10 kilometr uzaqlıqda yerləşir. Coca-Cola'nın zavoduna. Bəli. Bir zavod Sulutəpədədir. Bir zavod da bir il bundan öncə Toplu kəndində açılıb. Mən həmişə buradan keçirdim. Bura gəlmək istirdim. Sağ olsunlar. Məni və Emin Musəvini dəvət ediblər. Bura biz gəlirik, qeydiyyatdan keçirik və daxil oluruq içəri. Coca-Cola Azərbaycan rəhbəri Rəna xanım bizi qarşılayır. Bura haqqında məlumat verir. Ardınca isə biz hara keçirik? İstehsalla yaxından tanış olmağa. A-dan Z-yə kola istehsalı bu videoda olacaq. Aydın müəllimlə görüşürük. Aydın müəllim keyfiyyətə nəzarət üzrə müdürdür. İllərdir Coca-Cola Azərbaycanda çalışır və ilk olaraq biz nə edirik? Təhlükəsizlik təlimatı ilə tanış oluruq. Sonra isə yavaş-yavaş zavoda daxil oluruq. Nəhəng bir zavoddur. Yenə deyirəm və burada tam qaydalar başqadır. Mən çox zavodlarda olmuşam, amma bura tam başqadır, tam möhtəşəmdir. Ərazi də çox genişdir. Ekoloji təmiz yerdə yerləşir və Aydın müəllim ilk olaraq proses haqqında bizə məlumat verir və bildirir ki, ilk olaraq gördüyünüz kimi kapsullar daxil olur və kapsullar daxil olduqdan sonra şişirdilir müəyyən bir aparatda və şişəndən sonra isə içərisinə kola əlavə olunur və sürət çox sürətlidir. Gözümü açıb bağlayana qədər 2-3 dənə kola istehsal olunur. Hər şeylə daha yaxından tanış oluruq. Hər şey təmizdir, təmizdir daha doğrusu və insan əməyindən çox az istifadə olunur. Hər şey robotlaşıb. İnsanlar yalnız daşınma işində, laboratoriya işində lazım olur və kolalarımız istehsal olundu və etiketləndi və bu formada gördüyünüz kimi robotlar vasitəsilə paletlənir. Hər şeyi robot eləyir. Çox möhtəşəmdir. Mənə Sulutəpədəki zavod da maraqlıdır. İnşallah iş həmşavarda ora gedəcək və üstünə görürsüz İsmailli yazılır. Bəzi kolaların üstündə Sulutəpə görsəz, o isə Sulutəpədə istehsal olunması deməkdir. Amma dadı, hər şeyi eynidir. Və gördüyünüz kimi bizim proses burada bitdi, yox, bitmədi. Sonra isə keçirik hara? Biz laboratoriyaya istehsaldan əvvəl, istehsalın ortasında, istehsaldan sonra da laboratoriyada məhsullar yoxlanır. Bu da kolanın o sirli siropudur. Burada qarışdırılır və istehsal xəttinə verilir. Gördüyünüz kimi istehsal etdiyimiz koladan elə zavodun özündə içirik. Hər şey çox möhtəşəmdir. Burada da söhbət etdik və Coca-Cola Azərbaycan şirkətinə təşəkkür edirəm ki, bu sevərək içdiyimiz kolanın istehsalı ilə bizi və izləyicilərimi daha yaxından tanış etdi. Sonda xatirə şəkli çəkdiririk və buradan ayrılırıq. Sağ olun, salamat qalın.